Salam uşaqlar. OTK 2024 9-cu sinif sınaqlarının 13-cüsü. 5-ci sual. Əziz Lora, mən priz qazanmışam səyahət agentliyi tərəfindən. Bir həftəlik gəmi səyahəti Aralıq dənizindən 2 nəfərlik. Mən məmnun olaram ki, əgər sən məndən gəlsən, biz möhtəşəm vaxt keçirərik. İyunda istənilən vaxt gedə bilərik. Əgər yox, mənə zəhmət olmazsa planlarını de mümkün qədər tez. Ada deyir ki, Diana istəyir öz mükafatını Lora ilə bölüşsün. Məktubu Diana yazıb, Loraya yazıb. Ola bilər. B-də deyir ki, Lora Diana'nın planları haqqında məlumatlandırır. Xeyr. C-də deyir ki, Lora təriflənir, mükafatlandırılır səyahət agentliyi tərəfindən. Xeyr, Loraya məktub yazılıb. O deyil mükafatlandırılan. D-də deyir ki, Diana Loraya baş çəkəcək, iyonda yox. E-də deyir ki, Lora bir həftəlik tək səyahətə getdiyi üçün xoşbəxtdir. Xeyr, elə cavab aymış. 6-cı sual. Ətraf mühit haqqında narahatsan, bizim təşkilata qoşulmaq istəyirsənmi? Üzül sayın, boğazım tutulur. Təbiətin sərvətlərini qorumaq üçün. Deməli, The Clean Ring Sand bunların şüarıdır, qrupun adıdır. Bu qrup inanır ki, yerli wildlife, yəni təbiət həyatı məskənləri qorunmalıdır. Pollution tiklənmədən, protect qorunmaq, habitat məskən. By acting together bir yerdə hərəkət etməklə biz bir fərq yarada bilərik. Bizimlə əlaqə saxlayın. A variantında deyir ki, təbiətin insanların qayğısına ehtiyacı var. Elə cavab A-dır da. B-də deyir ki, bu qrup heç işləmir. C-də deyir ki, qrup zərər verir heyvanlara. D-də deyir ki, insanlar müxtəlif təşkilatlara qoşula bilər. Axı bu özlərininkini deyir. Y-də isə deyir ki, təbiətin sərvətlərinin qorumaq ehtiyacı yoxdur, səhvdir. 7-ci sual. Əziz cənab Adams, mən sizə yazıram ki, tələbə mübadilə proqramına apply müraciət edin. Apply müraciət etmək, ərizə vermək. Exchange mübadilə proqramı. Mübadilə bir nədir? Bir tələbə gedir başqa ölkəyə oxumağa, mübadilə proqramları üzrə gedir. Başqa ölkəyə oxumağa gedən tələbə yəni. Sonra deyir ki, mən istəyərəm ki, bu proqramda iştirak edim, participate. Çünki mən istəyirəm ki, xarici ölkəyə gedim və daha çox təcrübə toplayım. Sizdən xəbər gözləyirəm. Look forward, səbirsizliklə gözləmək. Hansı səhvdir? A-da deyir ki, Maria mübadilə proqramından faydalanmaq istəyir. Düzdür. B-də deyir ki, Maria başqa ölkədə təcrübə toplamaq istəyir. Düzdür. C-də deyir ki, Mr. Adamsa təhsil proqramı ilə əlaqədar apply olunub da məktub yazılıb. Bu da düzdür. D-də deyir ki, Maria Adamla xahiş edir ki, bu mübadilə proqramında iştirak etməyə ona icazə versin. Bu da düzdür. Y-də isə deyir ki, cənab Adams səbirsizliklə Mariyadan xəbər gözləyir. Bu rəhbərdir. Bu niyə xəbər gözləsin? Cavab Y. Səhv olan Y-dir. Sonra mətn. İki məhbus, captive və prisoner. Bunlar ikisi sinonimdirlər. Məhbus deməkdir. İki məhbus fiil tutulub, deməli, tıxacın və başqa fil növlərinin səslərini təqlid edərək. Sonra bu ilk dəfədir ki, baş verir. Belə bir təqlid olur. Argument, oxuyum. Deməli, quru məməliləri arasında meymunlardan və başqa primatlardan və yarasalardan əlavə bunları müşahidə etdiyidir. Belə bir argument irəli sürülüb, bu necə mətndə anlamadı. Yəni, bu heyvanlar tərəfindən irəli sürülüb. Bu təqlid etmə vacib hissəsidir. Kompleks mürəkkəb, yəni sosial həyatın Afrika filləri tərəfindən alimlər belə deyirlər. Yəni, alimlər deyirlər ki, bunların normal sosial həyatıdır. Bir çox sosial heyvanlar, bunu daxildir bəzi meymunlar, su məməliləri, yəni dəniz məməliləri, bəts, yarasalar, quşlar və başqa növ
heyvanlar ki, onlar səslərini ünsiyyət qurmaq üçün istifadə edirlər. Alimlər şübhələnirlər ki, Asiya filləri həmçinin səsləri təqlid edir və davranışları təqlid edir. Yəni 2 dənə fil deməli tıxacın səslərini təqlid ediblər və başqa fil növlərinin səslərini təqlid ediblər. Bir çox illər əvvəl tədqiqatçılar şikayət etmişdilər ki, körpə bir Asiya fili başqa böyük bir filə baxıb və öz xortumunu müəyyən bir istiqaməti tutub və whistled, yəni fit çalar kimi də, yəni qışqırıb. Nəticə olaraq körpə öyrənib ki, eyni şeyi necə etsin. İndi tədqiqatçılar istəyirlər ki, tapsınlar ki, böyük vəhşi fillər necə öz səs təqlidini istifadə edirlər. Belə bir sübut var ki, bir çox başqa heyvan növləri müəyyən şəraitlər altında başqalarının davranışlarını təqlid edir. Bu nəticələr təsdiqləyir ki, təqlid etmə, yəni şuurlu bir davranışdır və bir çox heyvan növləri arasında xüsusilə yayılıb. Baxaq görək, 8-də deyir ki, düzgün fikirləri tapın. Bir də fillərin ətrafındakı hər şeyi təqlid etmə qabiliyyəti var. Qalsın hələ, ola bilər. Mətn çox şübhəli mətndir. 2-də deyir ki, təqlid etmə ilk dəfə sübut kimi məməli heyvanlarda tapılıb. Belə bir şey dedimi? Baxaq. Məməli heyvanlarda tapılıb. Bəli, elə burada yazılmışdı ki, ilk dəfə first time deməli məməlilərdə olmuşdu. Bu da düzdürsə, cavab elə yəqin ki, A olar. 3-də deyir ki, alimlərə görə bütün məməlilərin belə bir qabiliyyətləri yoxdur. Xeyr, düşünürlər ki, əksər heyvanlarda var. 4-də isə deyir ki, fillər kifayət qədər bacarıqlıdırlar ki, hər şeyi təqlid eləsinlər tıxacızdan başqa. Xeyr, tıxacız eləyə bilirlər. 1-2. 9-cu sual. Mətn əsasən nə haqqındadır? A-da deyir ki, quru heyvanlarının qeyri-adi qabiliyyəti. Elə budur da quru heyvanları səndəmə təqlid eləyə bilirmiş. 10-cu sual. Sosial heyvanlar necə ünsiyyət qururlar? 1-də deyir ki, səslərindən istifadə eləyərək, bu düzdür. 2-də deyir ki, başqa heyvanları izləyərək necə ünsiyyət qursunlar. 3-də deyir ki, başqalarından öyrənərək. Bəli, başqalarından öyrənib bunları təqlid eləyirlər. 1-3. 4-də deyir ki, davranışlarından istifadə eləyərək, bu ünsiyyət vasitəsi deyil. Cavab B. 11-ci sual. Tədqiqatın nəticələrinə əsasən təqlid etmə 1-də deyir ki, məntiqi bir davranışdır. Bəli, heyvanlar yəni bu şuurlu şəkildə eləyir. Axırda kognitiv yazmışdı, kognitiv məntiqi şuurlu deməkdir. 2-də deyir ki, yarasalar üçün uyğun deyil, yox, onların da adı var idi, onlar da eləyirlər. 3-də deyir ki, son zamanlarda müşahidə edilib. Yox, əvvəllər də var imiş. 4-cüdə isə deyir ki, bir çox heyvan növləri arasında artmaqda davam edir bu hal. Bəli, 1-4. Biraz düşündürücü mətndə əslində sualları. 12-də deyir ki, hansı fikirlər mətnə görə səhvdir? 1-də alimlər düşünür ki, Asiya filləri səsləri təqlid edə bilir, bu düzdür. 2-də deyir ki, belə təsdiqlənib ki, başqa heyvanların da təqlid etmə qabiliyyəti var, bu da düzdür. 3-də deyir ki, yerli təqlid etmə, hansı ki, vəhşi fillər tərəfindən edilir, alimləri cəlb etmir. Alimlərə yəni maraqlı deyil, səhvdir bu. 4-də deyir ki, tədqiqata görə körpə fil böyük fildən heç nə öyrənə bilməz Nasik, bu da səhvdir. Yəni səhvlər 3-dən 4-dür. 13-cü sualda düzü tapırıq. A variantında did keçmiş zaman, sold keçmiş zaman olmaz. B variantında yenə did və sold yazılıb və sold cümlənin axırındadır, bu da olmaz. C düzdür. D variantında did sold, Y variantında da did də yoxdur, sold da yazılıb sualda olmaz. Sualı verəndə bizə lazımdır. Sual əvəzliyi, köməkçi fe'l, mübtəda, xəbər, tamamlıq. 16. Yəni söz sırası pozulmamalıdır. 16-14. 14-də there a number of reasons. Deməli,
A number of burada ifadədir. Biz buna yox, ismə baxırıq. İsim nədir? Reasons. Cəmdir. Cəm xəbər qoymalıyıq. Cəm xəbərdə bir dənə A-da var. C-nin yanında B olsaydı C də düz ola bilərdi. Amma yoxdur. Ona görə cavab A-dır. 15. What was the life like before invention of computer? Deməli deyir ki, kompüterin ixtirasından əvvəl həyat necə idi? İxtira bir dəfə olub, müəyyəndir yəni. Bu da müəyyəndir, kompüterdə müəyyəndir. Ona görə müəyyənlik artiklından istifadə edirik. Bu ifadələrin bəzilərini tapmayanda dilivizə deyib bunu, dilivizə uyğun ifadəni götürə bilərsiniz. The invention of the computer, Z artiklı ilə uyğun gəlir. 16. Foundation states that, deməli, foundation özü tək isim olduğuna görə və fond demək olduğuna görə cansızdır. Ona görə onun yelkalı olur. It's A ola bilməz, çünki cəm deyil. B ola bilməz, çünki insan kişi cinsi deyil. Y isə yelkalı deyil ümumiyyətlə. Hardan bildim bəs yelkalıdır? Burada isim var. C-də və D-də yelkal var. İkinci tərəfdə görürük parentless child yazıb. Child tək isimdir. Amma bozdan sonra necə isim gəlir? Cəm. Deməli C variantı olar. 17-ci sual. Your mother, I have ever know. Ever, have ever, has ever, had ever üstünlüklə nə olurdu? Burada bir dənə üstünlük var. O da D variantı. 18. Altından xətt çəkilmiş sözü sinonimi. Realized, aydınlaşdırdı, başa düşdü. Understood, başa düşdü. B variantı. 19. Deməli, ulduzlardan bəhs edir. The stars are two. Stars cəm isimdir. Yox, bir də bizə cəmdəki lazım deyil. Demək istəyir ki, ulduzlar lazımdır. Ulduzlar sayılmayacaq qədər çoxdur. Stars cəm olduğuna görə A və C ona aid ola bilməz. Y-dən sonra onsuz da Y ismə aid deyil, Y zərfdir. D variantında deyir a few, az. Ulduzlar azdır bəyəm, saymaq olmasın. Az şeyi niyə saymaq olmasın? Deməli çoxdur. B variantı. 20-ci sual. Based sözü ondan işlənir. Bir şeyə əsaslanmaq, based on. D variantı. 21. The university, B variantında out'un to'su yoxdur. D variantında will'in B'si yoxdur. C variantında need'in yanında to olmaz. A niyə olmur? Çünki university tək isimdir. Tək isimlərlə have to yox, has to olur. Cavab Y. 22. Məchul növə çeviririk. Öncə zamana baxmalıyıq. Mütləq has given, indiki bitmiş zaman. İndiki bitmiş zamanda məchul növün düsturu have been, has been. B2. B-də bu dediklərim yoxdur. D-də had been yazıb çıxdı. Y-də is been yazıb bunlar hamısı çıxdı. Düstur harda var? A-da və C-də has beenləri görürük. İndi başqa şeylərə baxırıq. Deməli, Mr. Johnson tamamlıq idi. Gəldi qabağa mübtəda oldu. Tamam, bu olsun. Amma C variantında company, his company mübtədadır, gəlib düşüb aşağıya. Məlum növün mübtədası, məchul növə bu cür gəlib boş-boş düşə bilməz. Onun qabağına bay yazmalıydım. Canlıdırsa bay, cansızdırsa viz yazmalıydım. Boş-boş yaza bilmərəm. Ona görə C səhvdir. A düzdür. 23-cü sual. Cümlə qurma. Deməli, cümlənin mübtədası itdir. It took me, mənim aldı 3 days, 3 gün vaxtımı to repair my bicycle. It took me 3 days to repair my bicycle. Bu cür. 5, 1, 6, 4, 2, 3. Cavab A variantı. 24. Sözlərin izahlarına görə birləşdirmək. Accept qəbul etməkdir. B variantı bir təklifə hə demək. Hold tutub saxlamaq və yaxud da tədbir keçirmə mənası da var. C variantı. Attend bir yerə getmək, iştirak etmək. Buna da gedir A variantı. 25. Sophia never. Deməli, Sophia heç vaxt kiçik məsafələrə maşın, ola bilər drives, maşın sürmür, ola bilər maşına minmir, takes car. Cavab olacaq 2 və 4. Catches ola bilməz, maşın tutur. Avtobus olsaydı olardı. Travels olsaydı başqa söz öndə lazımdır. Hold da tutmaq, saxlamaq da bu da olmaz. Sağ olun.